bura gələndə mənim atamla danışdı, ailəmlə və mənim atam söylədi ki, ancaq bir şərtlə mən icazə verəcəm və öz razılığımı verəcəm ki, ancaq Lamiyə burada qalsın. Və ona görə də mənə görə belə deyim məcbur oldu ki, burada qalsın. Dörd qat dünya, 2 qat isə paralimpiya çempionumuz Lamiyə Vəliyevanın və onun həyat yoldaşı Cənubi Afrikadan olan Tembojon Monarengin qonağıyıq. Lamiyə xanım həyat yoldaşı ilə ilk dəfə birlikdə müsahibə verirlər Astar TV-yə və hər kəsə maraqlıdır. Tembojondan necə tanış olmusunuz? İlk olaraq başlayaq tanışlıq hekayənizdən. Bizi idman birləşdirdi təbii ki. 2023-cü ildə Chengduda keçirilən Dünya Universiada oyunlarında tanış olduq. Mən gözləməzdim ki, belə bir şey olar, amma ki, bu bir qismət idi. Elə məni gördü, belə də tanış olduq orada, yarışda. Tembojon necə xatırlayır həmin anları? It was the best moment of my life. I saw you there for the first time. I looked at you and something, I don't know what it is. I always say it's fate that brought us together. I looked at you and something just told me to come and speak with you. Of course, at first I was still a bit nervous, but I was like, you know what? Let me come speak with you. Whatever happens, happens. If you end up rejecting me, it's okay. But you know, I just took the leap of faith, and that's how we ended up here. Bəli, deyir ki, ilk dəfə məni görəndə belə bir hisslər onda yarandı ki, o mənə yaxınlaşmalıdır. Deyir, başa düşmürəm necə oldu, amma ki, fikirləşir ki, bu da bir qismət idi və o anda mənə yaxınlaşdı və belə tanış olduq. Onun üçün bu çox möhtəşəm günlər idi. Ailələriniz necə qarşıladı? Maraqlıdır. Çünki fərqli mədəniyyət, fərqli adət-ənənələr. Mən ilk öncə biraz düşünürdüm ki, görəsən mənim ailəm necə qəbul edər. Amma ki, mənim atam bilirdim ki, o məni həmişə dəstəkləyir. Necə ki, məni idmanda dəstəkləyirdi. Belə də ki, mənim şəxsi həyatımda da bilirdim ki, dəstəkləyəcək. Və ilk öncə ona deyəndə mən çox fikir eləyirdim ki, görəsən yaxşı olacaq, yoxsa pis olacaq. Amma ki, atam çox yaxşı qəbul elədi və söylədi mənə ki, əsas odur ki, yaxşı insan olsun və vaxt, zaman verdi ki, tanısın. Tanış oldular. Atam da hal-hazırda çox sevinir, çox sevinir ki, belə bir insan mənim qarşıma çıxdı. Əsas odur ki, ürəyi təmiz olsun insanın. Bəs Tembojonun ailəsi Azərbaycanlı xanımla evlənməsinə necə münasibət bildirdi? Anası hiss eləyirdi ki, o əslində başqa bir dövlətin, başqa bir ölkənin, belə deyim, qızı ilə evlənəcək. Çünki uşaqlıqdan həmişə CJ də ona deyirdi ki, bəs mən hiss eləyirəm ki, mənim yarım öz ölkəmdə deyil. Və həm də ki, çox xaricə gedib gəlirdi yarışmalara görə. Ona görə özü də başa düşürdü ki, onun qisməti başqa ölkədən olacaq. Dedi ki, bu da bir Allahın yazısı idi ki, biz bir-birimizi gördük, qarşılaşdıq. Tembojon neçə müddətdir Azərbaycanda yaşayır? Hal-hazırda 6 aydır buradadır. Bəli, oktyabr ayından gəlib. Noyabrda xəbərlər çıxdı mətbuatda ki, siz ailə qurmusunuz, amma toy hələ olmayıb. Toy inşallah ki, avqust ayında olacaq. Buna biraz müddət lazım idi ki, planlaşdıraq və mənim də yarışlarım var deyə ona görə avqust ayına planlayırıq. İnşallah. İnşallah. Bəs ailələr görüşüb, sizin ailənizlə Tembojonun ailəsi? Video zəng olaraq WhatsApp-la danışıqlar olub. Məni çoxdandan tanıyırlar. Biz mənə TJ ilə ilk 5-4 ay tanışlığımız müddətində öz anası ilə tanış elədi. Anası da məni çox istəyir, bacısı da, bütün ailəsi ilə məni tanış elədi. Daha sonra artıq bura gələndə mənim atam və anam, bütün ailəm onun ailəsi ilə video zənglə tanış oldu. Amma inşallah ki, avqust ayında bacısı gələcək bizim toyumuza inşallah.
Siz getmisiniz Cənubi Afrikaya, yoxsa sadəcə video zənglə sizdə? Yox, getməmişəm. Amma inşallah orada da ikinci belə deyim toy mərasimi planlayırıq ki, TJ-nin də ailəsi iştirak edə bilsin. Çünki uzaqdır yol və hamısı gələ bilmir onun ailəsi. Deməli Azərbaycandakı toy bizim, yəni Azərbaycan adət-ənənəsinə uyğun keçiriləcək və bir toy da əlavə olacaq. Yəni oğlan toyu belə deyək. Cənubi Afrikada toy olacaq. Bəli, düzdür. Mən görürəm sizə Azərbaycanca danışanda Tembojun reaksiyalar verir və belə başa düşürəm Azərbaycan dilini bilir. 6 aydır buradadır, amma ona baxmayaraq öyrənir dili və çox tez götürür dili, onu da deyim. Mənim ailəmlə çox ünsiyyətdədir, həm də məşqdə mənim məşq yoldaşlarımla da çox ünsiyyətdə olur deyə ona görə tez öyrənir dili və çox sözləri başa düşür artıq. İstərdim özü cavablandırsın. Necədir? Yəni dilimizi öyrənmək çətin deyil. Mən Azərbaycan öyrənəyəm. Öyrənirəm. Günün necə keçir? Sən necəsən, o sən necəsiz? What's the other one? Nə vaxt gəlirsən? Çox kəlmələri artıq öyrənib, amma 6 ay müddətinə baxmayaraq çox yaxşı. Məncə də 6 ay müddət üçün çox yaxşı nəticədir və hələ də davam eləyir öyrənməyə. Əlbəttə ki, davam eləyir. Onun üçün çox vacibdir bizim dili öyrənmək, çünki o həmişə mənə deyir ki, mən istəyirəm özümü daha yaxşı ifadə edim ki, sizin də insanlar məni daha yaxşı tanısın və məni başa düşsün. Burada özünüzü necə hiss edirsiniz, yəni Azərbaycanda? Yəni ilk dəfədir də gəlmisiniz Azərbaycana, yəni fərqli mədəniyyət, fərqli ənənələr. For me, I've always loved different cultures. I think for me, I've always admired different cultures because of me traveling a lot abroad, experiencing different cultures in different countries. So for me, it's a different culture, but I really love the culture, especially the locals people, since I've been learning Azerbaijan as well. So they also accept me and my differences. But I think it's special because, yes, it's a different culture, but we still share the same thing. Deyək ki, əslində mənim üçün çox maraqlıdır bütün ölkələrin adət-ənənələri və bura gəlmək onun üçün elə də yəni çətin olmadı. Burada özünü belə deyim ünsiyyətə girmək insanlarla. Həm də ki bizim millətimiz də çox sevdi və onlarla da ünsiyyət qura bilir. Belə də o da bizim milləti qəbul eləyir, bizim də millət onu yaxşı qəbul eləyir. Bəs kulinariyamızı sevirsinizmi? Yəni hansı yeməklərimizi sevirsiniz, bəyənirsiniz? Do you like our food? Yes, I like our food. I can name a few things that I've eaten so far. I've eaten kutab, what I like, piti. I've eaten kebab, of course, that's also a big thing. And also, what was the other one? Yeah, that's it so far. That's it. Piti. Piti, yeah. Piti is my favorite. Ən sevdiyi yemək pitidir. Özünüz də başa düşdünüz, bütün yeməkləri dedi artıq. Bəs Lamiyə xanım hazırlayırsa yemək? Lamiya is cooking for you. Yeah, she has been cooking for me once a year and there, because of course now we're not staying together. Deyir, hal-hazırda düzdür, biz bir yerdə hələ ki yaşamırıq deyə. Amma ki, hərdən bir məşq araları biz birlikdə gələndə mənim ata evimə mən hərdən bir yemək bişirirəm və çox bəyənir mənim yeməklərimi. You like me cooking? Yes, I do. Xoşuna gəlir. Yaxşı. Bəs daimi olaraq burada yaşamağı düşünür, yoxsa başqa planlarınız da var? Məsələn, xaricə köçmək və ya da onun ölkəsinə köçmək? I don't think about it that far yet, but because I originally wanted to come here to get you and go back to South Africa. Deyir ki, əslində mənim planım o idi ki, Lamiyanı götürüm və öz ölkəmə aparım. Because for me it was really hard to leave my family and parents behind. Çünki onun üçün çox çətin idi öz ailəsini də qoyub gəlmək. So that was the original plan. So then ever since əslində planı bu idi ilk öncə. So then after coming here, speaking to your father, and he spoke to me and he said the only reason how he will accept our relationship is if we stay here in Azerbaijan and represent Azerbaijan. Sonra bura gələndə mənim atamla danışdı, ailəmlə və mənim atam söylədi ki, ancaq bir şərtlə mən icazə verəcəm və öz razılığımı verəcəm ki, ancaq Lamiyə burada qalsın. Və ona görə də mənə görə belə deyim məcbur oldu ki, burada qalsın və artıq burada qalmaq fikrimiz var. Fədakarlıq elədi, öz ölkəsindən gəldi.
Azərbaycana sizə görə və burada daim yaşamağı seçdi. Bu çox böyük bir addım idi ondan. Çünki təsəvvür edin öz ailəvi atıb gəlmək. Mən düşünəndə ki, mən öz ailəmi necə buraxıb gedərdim, çox çətin bir hisslərdir, çox ağır bir hisslərdir. Ona görə mən belə deyim, çox hörmət edirəm ki, o məni o qədər istəyib ki, o qədər məni sevib ki, mənə görə öz ölkəsini, öz doğma vətənini tərk edib və bura gəlib. Onun ailəsi bəs necə münasibət göstərdi buna? Of course, at first, before coming to Azerbaijan, it was hard for my mom to accept it. But Əlbəttə, Azərbaycana gəlməmişdən əvvəl anama çox çətin idi qəbul eləmək ki, mən gedəcəm, ümumiyyətlə tərk eləyəcəm öz ölkəmi. But she believed that I was going to do the right thing because back in South Africa, I was very independent, so I used to stay by myself. I used to do everything by myself. So my mom had faith in me that I'll be okay here. Amma anam deyir, mənə inanırdı çünki mən artıq orada özüm tək yaşayırdım ayrı evdə. Ona görə inanırdı ki, mən bura gəlib baş aça biləcəm və ona görə məni buraxdı ki, get və istədiyin, belə deyim, insandan qovuş. Of course, it was hard on her as well as because she's a mother. I think any mother would feel some kind of way if her son goes to a different country. But she accepted it and she was very supportive towards me and she's very supportive to our relationship as well. Deyir, əlbəttə ki, hər bir ana üçün bu çətindir öz övladını buraxmaq, o boyda başqa ölkəyə getmək, hətta sonra da təsəvvürən qərara gəlmək ki, burada qalacam. O daha da böyük bir ağır qərardır ana üçün. Amma ki, bizə dəstəkdir və onu dəstəklədi ki, get və inanıram ki, hər şey yaxşı olacaq. Əsas odur ki, sən xoşbəxt olasan Lamiyə ilə. Tembojon həm də idmançıdır da, yəni öz ölkəsində idman karyerasını bitirdi və bura gəldi, belə deyək. Yes. Like I wouldn't say finish, but I would like because I'm currently residing here. So deməzdim ki, bitirdim öz karyeramı, çünki mən bura gəldim və indi artıq burdayam və burada davam etməyi çox istəyirəm. Mən onu deyə bilərəm ki, hal-hazırda biz birlikdə məşq eləyirik və bu çox çətin perioddur əslində Tembojon üçün, çünki hal-hazırda hazırlıq görür, amma ki, bilinmir hansı yarışa. Çünki indi bəlkə siz bilirsiniz bu məsələdə biraz çətinliklər yaranıb və hal-hazırda mən də çalışıram ona dəstək olum və inanıram ki, yaxşı olacaq və inanıram ki, biz birlikdə Azərbaycan xalqını birlikdə təmsil edəcəyik, Azərbaycan bayrağını birlikdə dalğalandıracağıq. Çünki bu bizim belə deyim, idman bizi birləşdirir onunla və ona görə bu bizim arzumuzdur ki, biz birlikdə təmsil edə bilək Azərbaycan. Çox maraqlı olar sizin birlikdə məşqinizi çəkmək. Yəni bugün mümkündürmü məşq prosesini çəkmək? Mümkündür, gedə bilərik. Əla, o zaman söhbətimizdə elə məşq prosesində davam eləyək. Gedək. Tofiq Bəhramov adına Respublika stadionundayıq və söhbətimizin qalan hissəsində burada davam edir. Hansı ki, burada siz məşq edirsiniz. Yəni ancaq burada məşq edirsiniz yoxsa? Yox, mən burada da məşq edirəm, amma çox zamanları İdman İnstitutu stadionunda da məşq edirik və hərdən olur ki, qapalı məkanda manyejdə məşq edirik. Belə. Tembojon da sizinlə birlikdə gəlir məşqlərə. İkiniz birlikdə məşq edirsiniz? Bəli, biz ikimiz birlikdə məşq edirik və ikimiz də bir məşqçidə məşq edirik. Yəni Azərbaycanda artıq Tembojon məşqçisi var burada. Bəli, mənim məşqçim elə onunla da məşğul olur. Belə də birlikdə öz məşqlərimizi keçirdirik. Necə gedir məşqləri Tembojonun? How your sessions going here? My sessions is going very good. Yaxşıdır. So at the moment I'm training with you as well as partners. But so far məşqlərim çox yaxşı gedir. Hal-hazırda da mənlə məşq eləyir və hər şey qaydasındadır. Əla. Dəstək olurmu sizə? Əlbəttə, biz bir-birimizə həmişə dəstək oluruq. Elə zamanlar olur ki, məşqdə mən halsız oluram, gəlir, mənə dəstək olur, mənə daha çox motivasiya verir ki, mən də daha yaxşı qaça bilim. Belə də bir-birimizə dəstək oluruq. Bura bizim, belə deyim, bu daroşka, bu yol bizi birləşdirir bir yerdə və bu da bizim üçün çox
motivasiya edicidir, bir-birimizə motivasiya veririk. Lamia xanım, sizin idman karyeranız hər kəsə bəllidir, amma istərdik Temboconun da idman karyerası haqqında məlumat alaq. Yəni hansı uğurları var, hansı nailiyyətləri qazanıb indiyə qədər? So my achievements go way back in 2017. Hə, 2017-də, bəli. Where I won the African Championships for South Africa. I came fourth there. I came first there. 2017-ci ildə Afrika üzrə çempionatda birinci yer tutmuşdu. You took first place, right? Yes, yes. Yeah. So after that, 2018 I competed in the World Junior IAAF World Championships for South Africa. 2018-də də dünya çempionatında iştirak elədi. Orada da it's under 20. Under 20. Hə, Yes. 20 yaş aşağı dünya çempionatında iştirak elədi və orada fourth, Yes. 4-cü oldu. Çox yaxşı nəticədən. How was your result in 100 meters? It was 10:23. Hə, 10:23 nəticə ilə 100 metrə üzrə 4-cü yer tutmuşdu və onun üçün bu böyük bir nailiyyət idi. Then after that, After 2019, I competed at the University Games in Napoli as well for University Games for South Africa. We are also we didn't get a medal there. We're just there for relays. 2019-da da o dünya üzrə institutlar arası yarışmada da iştirak elədi, amma orada estafet üzrə iştirak elədi. You didn't take We medals. didn't take medal that year. O ildə onlar medal qazana bilmədilər, amma ki Chengduda 2023-cü ildə harda ki biz tanış olduq, bəli. Chengduda onlar estafet üzrə bir 3-cü yer qazandılar və mən də oradaydım. O anları mən özüm də gördüm. Mən gəlmişdim ki, ona orada dəstəkləyim və belə də 3-cü yer tutmuşdular o yarışda. Maşallah, xeyli nailiyyətləri var, uğurları var. Çok sağ olun. Çox sağ olun. İnşallah. İnşallah. Uğurlarınız. Və istəyirsinizmi yəni Azərbaycanda Azərbaycanı təmsil eləmək, burada yarışmaq, burada yarışlara qatılmaq? Belə bir niyyətiniz varmı? It would be a huge honor for me to represent Azerbaijan, and I would love to be close to you and to represent Azerbaijan as well. And it will mean everything for me. It would be really huge. Onun üçün bu çox böyük bir qürur hissidir ki, o da bizim ölkəmizin adından yarışa bilsə, bu onun arzusudur və çox istəyir ki, öz karyerasını burada davam eləsin. You want to continue your career here? Yes. And mən özüm də əminəm ki, İnşallah burada davam etsə öz karyerasını, nəinki biz bunu çox istəyirik hal-hazırda. Mən inanıram ki, o çox böyük uğurlar gətirə bilər Azərbaycan xalqına və mən istəyirəm ki, biz ikimiz birlikdə Azərbaycan bayrağını dalğalandıraq. Bu bizim arzumuzdur. Tembocon para atletlər arasında yarışır yoxsa? Yox, Tembocon normal olimpiklarla yarışır, yəni normal sağlam insanlarla yarışır. Və deyərdim ki, onun çox böyük bir potensialı var. Sadəcə dəstək olmaq lazımdır və hal-hazırda bu yolda biraz çətinliklər var bizdə bu istiqamətdə. Çünki mən özüm şəxsən dəfələrlə müraciət etmişəm, amma ki, hal-hazırda bu məsələdə biraz qarşılıqlıq var. Amma ki, mən yenə də çalışacağam ki, bacardığım qədər birlikdə buna nail ola bilək. Yəni Tembocon özü də müraciət edib, siz də müraciət eləmisiniz, yəni yarışmaq niyyətini bildirmisiniz. Bəli, Azərbaycan Atletik Federasiyasına biz müraciət etdik ilk öncə və onlar həqiqətən də bizə dəstək oldular və deyim ki, hətta çox çalışdılar, amma ki, bildiyimizə görə əsas Gənclər və İdman Nazirliyindən bu kömək gəlməlidir. Ona görə hal-hazırda biz onlardan bir addım gözləyirik. Biz bilmirik, düzdür, hansı yarışa hazırlaşır, amma ki, onu demək istəyirəm ki, biz birlikdə həqiqətən də çox yaxşı, güclü şəkildə hazırlıq görürük birlikdə və inanıram ki, mənim yoldaşım da Azərbaycan xalqına çox böyük nailiyyətlər gətirə biləcək. Lamia xanım, sizin yarışlara hazırlığınız necə gedir? Mənim yarışa hazırlığım çox ciddi şəkildə gedir və hətta onu deyə bilərəm ki, çox ağır gedir. Bəzən elə anlar olur ki, həqiqətən də o qədər çətin olur ki, fikirləşirəm ki, bəlkə istirahət verim özümə, amma ki, yenə də davam eləyirəm və davam da edəcəm. Çünki mənim bir məqsədim var ki, Azərbaycan xalqını, Azərbaycan millətini bütün yarışlarda güclü şəkildə təmsil eləmək. Bu mənim
ən birinci məqsədimdir. Ona görə bu məqsədi həmişə beynimdə tuturam və inamla öz yoluma davam edirəm. İslam həmrəylik oyunları var qarşıda. Orada iştirak edəcəksiniz. Əlbəttə, bu ilin ən böyük məqsədi orada iştirak edib və medal üçün mübarizə aparmaqdır. Bəs növbət dəfə paralimpiyadada? İnşallah ki, gələn paralimpiyadaya və olimpiyadaya artıq 3 il qalıb. İnanıram ki, orada da mən güclü şəkildə çıxış edəcəm və bəlkə də olimpiyada lisenzi aldım. Bunu bilmək olmaz. Amma yenə də məqsədim odur ki, həmişə inkişaf eləmək və özümü ən güclü şəkildə nümayiş etdirmək. Siz həm də para atletlər arasında yarışırsınız, eyni zamanda digər atletlər arasında da iştirak edirsiniz. Müraciət eləmisiniz olimpiyadada iştirak üçün? Əlbəttə ki, mən lisenziya alsam, mən hər iki tərəfdə iştirak edə bilərəm. Çünki mənim T13 kateqoriyam buna icazə verir ki, imkan verir ki, mən hər iki tərəfdə çıxış edə bilərəm. Həm də ki, buradan öz təşəkkürümü bildirirəm Azərbaycan Atletika Federasiyasına. Onlar da mənə dəstək olurlar və imkan yaradırlar ki, mən hər iki tərəfdə çıxış edə bilim. Temboconun hazırda buradakı fəaliyyəti təkcə məşq etməkdən ibarətdir, yoxsa başqa işlər də görür Bakıda? Repeat what I said. Yes. So at the moment I am teaching small kids or from school and high school English. Hal-hazırda müəllimlik eləyir balaca uşaqlara və kursda boş vaxtlarında məşq araları belə deyim. Necədir həm məşq eləmək, həm də müəllimlik eləmək? Yəni ilk dəfədir müəllim kimi fəaliyyət It's göstərsiniz? first time you teaching someone as a teacher. No, I've experienced. I have 5 years of experience of teaching English. I also went to university myself. So say that and I'll continue. Yox, onun təcrübəsi olub. İnstituta gedən vaxtlarda o olub ki, bəzi studentlara dərs keçib. Artıq 5-6 aydır ki, elə gələn gündən dərs keçir balaca uşaqlar. Çünki o ingilis dilindən, çünki onun öz ana dili həm də ingilis dilidir deyə onu çox mükəmməl bilir və hal-hazırda da bunu istifadə eləyir burada. Çox sağ olun müsahibəyə görə. Siz sağ olun. Təşəkkür edirəm, çox sağ olun.